Bəli, Rəsul, dünən axşam saat 9 radələrində başlayan güclü yağış şəhərdə ciddi fəsadlara yol açıb. Qısa zaman ərzində güclü su axını bir neçə küçəni, həyətləri və zirzəmləri bürüyüb. Xüsusilə dəmir yolu vağzalı, bazar ətrafı ərazilərində vəziyyət daha kritik hal alıb. Su bəzi evlərin aşağı mərtəbələrinə dolub, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Gecə saatlarından etibarən əraziyə Fövqəladə Hallar Xidməti və bələdiyyə qurumları cəlb olunub, daşqının qarşısının alınması və mövcud fəsadların aradan qaldırılması məqsədi ilə dərhal tədbirlərə başlanılıb. Hazırki vaxta qədər əraziyə 1150 kisədən çox qum torbası gətirilib və əsas istiqamətlərdə bəndlər möhkəmləndirilib. Xüsusi texnika vasitəsilə 3000 kubmetrdən çox su ərazidən nasoslarla çıxarılıb, 500 metr uzunluğunda olan su arxları təmizlənib, əlavə olaraq suyun yönəldilməsi üçün yeni kanallar çəkilir. Aşağı zonalarda vəziyyət daha mürəkkəb olaraq qalır. Su səviyyəsi burada yüksəkdir və torpağın suyu udma qabiliyyəti azaldığından yeni daşqın riski mövcuddur. Xilasedici qruplar fasiləsiz rejimdə çalışır. İnsident baş verən ilk andan etibarən əraziyə cəlb olunan müvafiq qurumlar vəziyyəti nəzarət altında saxlayır. Əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə müəyyən ərazilərdə nəzarət gücləndirilib, bəzi sakinlər müvəqqəti olaraq təhlükəsiz zonalara köçürülüb. Hava şəraitinin sabitləşməsi vəziyyətin normallaşmasını sürətləndirə bilər. Hazırda şəhər üzrə təmizləmə və bərpa işləri davam etdirilir. Vəziyyət ciddi nəzarət altındadır, qeyd etdiyim kimi, və görülən tədbirlər sayəsində suyun yayılma sektorları bir qədər azalıb. Biz isə vəziyyəti yaxından izləməkdə davam edirik. Növbəti efirlərimizdə də çalışacağıq, sizə ətraflı məlumat verək. Burada baş verən proseslərlə bağlı. Hələlik isə çatdıracaqlarımız məlumatlar bunlardan ibarət idi. Buyurun, söz sizdədir.